Salam, bugün mən sizə növbəti video dərsində coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 24-dən başlayaraq mən şəkil testlərin izahını verəcəyəm. Bakıdan məsələ 70-ə baxaq. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanalıma abunə olub həmin video dərslərə baxa bilərsiniz. Bakıdan 180 dərəcəlik azimutla 50 dərəcə, sonra 90 dərəcəlik azimutla 30 dərəcə gedən müşahidəçinin çatdığı məntəqənin coğrafi koordinatlarını və Bakının həmin məntəqədən hansı istiqamətdə yerləşdiyini müəyyən edin. 180 dərəcəlik azimut deyirsə, deməli biz cənuba doğru hərəkət etməliyik. Bakı yerləşir 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu və cənuba doğru biz 50 dərəcə hərəkət etmiş oluruq. Çatdığımız məntəqə 10 dərəcə cənub enliyi və 50 dərəcə şərq uzunluğu. Sonra qeyd edir ki, 90 dərəcəlik azimutla. Baxın, bu ərazidən 90 dərəcəlik azimutla. Yəni şərqə doğru biz hərəkət edirik 30 dərəcə. 30 dərəcə şərqə doğru hərəkət ediriksə, biz 80 dərəcə şərq uzunluğuna çatmış oluruq. Həmin məntəqənin coğrafi koordinatları 10 dərəcə cənub enliyi, 80 dərəcə şərq uzunluğu. Çünki qeyd edir ki, əvvəlcə cənuba doğru hərəkət edir. Bakıdan 50 dərəcə cənuba doğru hərəkət edir. Çünki biz ekvator xəttini artıq keçirik və cənuba doğru hərəkət edirik. Cənub enliyinə çatmış oluruq. Və 10 dərəcə cənub enliyi, 80 dərəcə şərq uzunluğu məntəqəmizin coğrafi koordinatlarıdır. Qeyd edir ki, Bakının həmin məntəqədən hansı istiqamətdə yerləşdiyi. Bakı yerləşir 50 dərəcə şərq uzunluğu, 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu və digər məntəqənin coğrafi koordinatları 10 dərəcə cənub enliyi, 80 dərəcə şərq uzunluğu. Bakıdan deyirsə, deməli biz Bakıdan baxanda cənub demək Bakıdan həmin məntəqədən Bakının həmin məntəqədən Bakının yəni şimal-qərb istiqamətində görünür. Bakı həmin məntəqədən Bakı şimal-qərb istiqamətində görsənər. Məsələ 71-ə baxaq. Burada da eyni tipli məsələdir. Bakıdan 270 dərəcəlik azimutla. 270 dərəcəlik azimut deyirsə, yenə də Bakı yerləşir 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu və qərbə doğru hərəkət edirik. 40 dərəcə hərəkət edirik. Sonra cənuba doğru 180 dərəcəlik azimutla cənuba doğru 30 dərəcə hərəkət edirik. Çatdığımız məntəqə 10 dərəcə şərq uzunluğu və cənuba doğru hərəkət ediriksə 10 dərəcə şimal enliyi, 10 dərəcə şərq uzunluğuna çatmış oluruq. Məntəqənin coğrafi koordinatları 10 dərəcə şimal enliyi, 10 dərəcə şərq uzunluğu. Və qeyd edir ki, onun Bakıdan hansı istiqamətdə? Bakıdan cənub qərb istiqamətində görsənər. Bakıdan cənub-qərb istiqamətində. Cənub-qərb istiqaməti 10 dərəcə şimal enliyi və 10 dərəcə şərq uzunluğudur. Doğru cavab D variantında düzgün verilmişdir. Məsələ 74-də baxaq. Ekvator üzərində olan A məntəqəsi 30 dərəcə qərb uzunluğundadır. A məntəqəsi 30 dərəcə qərb uzunluğundadır. Ekvator xətti 30 dərəcə qərb uzunluğundadır. Sonra qeyd edir ki, B məntəqəsi isə A-dan 5883 km şərqdə yerləşir. Ekvator xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qoşun uzunluğu məsələ həllərində yəni 111 km götürülür. 5883 km x buradan tənasibi qurub tapırıq 53 dərəcə. Deməli, A məntəqəsi yerləşdi 30 dərəcə qərb uzunluğunda. Və qeyd edir ki, B məntəqəsi A-dan 5883 km şərqdə yerləşir. Deməli, biz 53 dərəcə şərqə doğru hərəkət etməliyik. Və çatdığımız məntəqə 23 dərəcə şərq uzunluğu olar. Çünki A məntəqəsi yerləşir 30 dərəcə qərb uzunluğu,
biz başlanğıc meridianına çatırıq və 23 dərəcə artıq şərq yarımkürəsinə keçirik və 23 dərəcə şərq uzunluğuna çatmış oluruq. B məntəqəsi yerləşir 23 dərəcə şərq uzunluğu. Və qeyd edir ki, C məntəqəsi isə 6882 kilometr qərbdə yerləşir. Qərbə doğru hərəkət edirik. Burada da yenə də demək 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 6882 kilometr x buradan tənasüb qrup tapırıq 62 dərəcəni tapmış oluruq. Və 30 dərəcə qərb uzunluğu ilə biz qərbə doğru hərəkət edirik. Baxın, bu ərazidən, məntəqədən qərbə doğru hərəkət edirik və 92 dərəcə qərb uzunluğuna çatmış oluruq. Və ekvator xətti boyu üzrə hərəkət edirik. C məntəqəmiz yerləşir 92 dərəcə qərb uzunluğu, B məntəqəsi yerləşir 23 dərəcə şərq uzunluğunda yerləşmiş olur. Bizdən nə soruşur? B və C nöqtələrinin yerləşdiyi coğrafi enlikləri müvafiq olaraq müəyyən edin. Və biz qeyd etdik, demək 92 dərəcə qərb uzunluğu, 23 dərəcə şərq uzunluğu. Burada coğrafi uzunluqları soruşur. Coğrafi uzunluqlar. Məsələ 75-ə baxaq. 75 də eyni tipli məsələdir. Eyni meridian üzərindəki A, B, C məntəqələrindən A məntəqəsi yerləşir 40 dərəcə şimal enliyində. 40 dərəcə şimal enliyində yerləşir A məntəqəsi. Bu dəfə biz artıq meridian xətti üzrə hərəkət edirik. Çünki bütün məntəqələr bir meridian xətti üzrə yerləşir. A məntəqəsi yerləşir 40 dərəcə şimal enliyində. Və biz demək 40 dərəcə şimal enliyində yerləşir. B nöqtəsi ondan 3885 kilometr şimalda yerləşir. Meridian xətti üzrə də hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 3885 kilometr x buradan tapırıq 35 dərəcə. 40 dərəcə şimal enliyindən biz şimala doğru 35 dərəcə hərəkət edirik və 75 dərəcə şimal enliyinə çatmış oluruq. Deməli, B məntəqəsi yerləşir 75 dərəcə şimal enliyində yerləşər. Sonra qeyd edir ki, C məntəqəsi 1665 kilometr cənubdadır. Yenə də meridian xətti üzrə hərəkət edirik və tapırıq 15 dərəcə. Və 15 dərəcə cənuba doğru hərəkət edəndə çatırıq 25 dərəcə şimal enliyinə çatmış oluruq. Deməli, C məntəqəsi yerləşir 25 dərəcə şimal enliyində, B məntəqəsi yerləşir 75 dərəcə şimal enliyində. Və qeyd edir B və C nöqtələrinin yerləşdiyi coğrafi enliklər. Məsələ 79-a baxaq. Ekvator üzərində 170 dərəcə qərb uzunluğundan 7992 kilometr qərbdə yerləşən məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Və bizə qeyd edir ekvator üzərində. Yenə də ekvator üzərində hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 7992 kilometr x buradan tapırıq 72 dərəcəni. Və biz 170 dərəcə qərb uzunluğundan artıq qərbə doğru hərəkət edirik. Qərbə doğru hərəkət ediriksə, demək 72 dərəcə hərəkət ediriksə, biz 180 dərəcəlik meridiana çatırıq və 180 dərəcəlik meridianla 170 dərəcə qərb uzunluğu arasında qalan meridian arasında dərəcə fərqi 10 dərəcədir. Artıq biz sonra 180 dərəcə meridiandan qərbə doğru hərəkət edirik və çatdığımız məntəqə biz artıq şərq yarımkürəsinə keçirik. 118 dərəcə şərq uzunluğuna çatmış oluruq. Və coğrafi koordinatlarına gələndə ekvator xətti üzrə hərəkət ediriksə, 0-cı enlik və 118 dərəcə şərq uzunluğunda yerləşər məntəqəmizin coğrafi koordinatları. Burada qeyd etmişəm. Məsələ 80-ə baxaq. Məsələnin şəritini oxuyaq. 1 bölünsün 500 min miqyaslı, yəni 1-in 500 minə olan nisbətli miqyaslı xəritədə
0,5 dərəcə meridian qövsünün uzunluğu neçə santimetrdir? Əgər yenə də miqyası, ədədi miqyası, adlı miqyası, izahlı miqyasa çevirmək istəyiriksə, 1 dərəcəlik qövsün uzunluğu meridian qövsü üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 0,5 dərəcə x, buradan tapırıq, həqiqi məsafəmiz 55,5 kilometr. Və miqyasımız adlı miqyası, izahlı miqyasa çevirəndə, burada 100 minə bölürük. 100 minə böləndə 1 santimetrdə 5 kilometr edər. Xəritədəki məsafəni tapmaq istəyiriksə, həqiqi məsafəni miqyasa bölürük. Burada rəqəmləri yerinə qoyub tapırıq 11,1 santimetri tapmış oluruq. Məsələ 81-ə baxaq. Bu məsələ iki məsələ eyni tiplidir. Birin 5 milyona nisbətli miqyaslı xəritədə 2,5 dərəcəlik meridian qövsü neçə santimetr olar? Burada da yenə də miqyasımız 50 kilometr. 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr. 2,5 dərəcə x burada tapırıq. Həqiqi məsafəmiz 277,5 kilometr. Xəritədəki məsafəni tapırıq. Burada rəqəmləri yerinə qoyub tapırıq 5,55 santimetr. Məsələ 84-ə baxaq. Miqyası demək 1 bölünsün 1-in 50 milyon olan birinci xəritədə A və B məntəqələri arasındakı məsafə 82 santimetrdir. Əvvəlcə tapaq birinci xəritədəki məsafə ilə. Miqyasımız 500 kilometr, xəritədəki məsafə 82 santimetr. Həqiqi məsafəni tapmaq istəyiriksə, miqyası xəritədəki məsafəyə vururuq. Buradan tapırıq 41.000 kilometr. Həqiqi məsafəmiz olur 41.000 kilometr. İkinci xəritədə isə qeyd edir ki, demək, həmin məsafə 205 santimetrdir. İkinci xəritənin miqyasını və hansı qrupa aid olduğunu müəyyən edin. Və əgər biz ikinci xəritədəki məsafəni biliriksə, 205 santimetr, miqyası tapmaq istəyiriksə, həqiqi məsafəni bölürük 205-ə, yəni 41.000-i 205-ə bölüb tapırıq 200 kilometr. Yəni 1 santimetrdə 200 kilometri tapmış oluruq miqyasımız. Və adlı miqyasa çevirəndə 100 minə vururuq, 200-ü 100 minə vururuq, tapırıq 1-in 20 milyona nisbətli, yəni miqyası 1-in 20 milyona nisbətli xəritəni tapmış oluruq. Və bu xəritələr hansı xəritələrə uyğun gəlir? Bayaq qeyd etdim, digər video dərslərdə qeyd etmişdim. Böyük miqyaslı xəritələr, orta miqyaslı xəritələr, kiçik miqyaslı xəritələr. Yəni xəritələr təsnifatına görə 3 qrupa, yəni miqyasına görə xəritələr 3 qrupa bölünür. Miqyası 1 bölünsün 10.000-dən 1 bölünsün 200 minə qədər olanlar topografik xəritələr. 1-in 200 mindən 1 milyona qədər olanlar icmal topografik xəritələr adlanır. Və bir də kiçik miqyaslı xəritələr, miqyası 1-in 1 milyona olan nisbəti 1-in 1 milyona nisbəti olan və daha kiçik olur. Bunlar icmal xəritələr adlanır. Deməli, bizim xəritəmiz kiçik miqyaslı xəritə olar. Bu qrupa aiddir. Məsələ 85-ə baxaq. Miqyası 1 bölünsün 50 milyon olan birinci xəritədə A və B məntəqələri arasındakı məsafə 152 santimetrdir. Burada da tapırıq həqiqi məsafəni. Həqiqi məsafəni tapırıq 76.000 kilometri tapırıq, rəqəmləri yerinə qoyub. Və ikinci xəritədə isə 304 santimetrdir. Xəritədəki məsafə 304 santimetrdir. İkinci xəritənin miqyası və həmin qrupa aid, hansı qrupa aid olduğunu qeyd edək. Və qeyd edirik, ikinci xəritədə 104 santimetr. Miqyas bərabərdir həqiqi məsafəni xəritədəki məsafəyə bölüb tapırıq 250 kilometri. 1 santimetrdə 250 kilometr və izahlı miqyasa, ədədi miqyasa çeviririk.
Məsələ 93-ə baxaq. Xəritələrin hamısında təhriflər mövcuddur, lakin xəritənin təhriflər olan hissələrində məsafəni tapmaq, hesablamaq üçün xüsusi miqyasdan istifadə olunur və xəritədə 50 dərəcə qərb uzunluğu və 10 dərəcə şərq uzunluğu arasında 30 dərəcəlik paralel üzrə məsafə 15 sm-dir. Xəritədə verilmiş bu hissə üçün xüsusi miqyası müəyyən edin. Əvvəlcə baxaq görək ki, xüsusi miqyas nəyə deyilir? Xəritədə məsafəni baş və xüsusi miqyas vasitəsilə nisbətən dəqiq ölçmək olar. Xəritənin kənarında qeyd olunan, yazılan miqyasa baş miqyas deyilir. Baş miqyasa əsasən məsafələri yalnız sıfır təhrif xətləri üzrə dəqiq hesablamaq olur və xəritənin təhriflər olan hissəsində isə məsafəni hesablamaq üçün xüsusi miqyasdan istifadə olunur. Xüsusi miqyas meridian və paralel qövslərinin həqiqi uzunluğunu onların xəritədəki məsafəsinə, yəni xəritədəki uzunluqlarına bölməklə təyin olunur. Və biz burada bayaqki kimi yenə də qeyd edirik. Məntəqələrdən biri yerləşir 30 dərəcəlik paraleldə, 50 dərəcə qərb uzunluğu, 10 dərəcə şərq uzunluğu, onlar arasında dərəcə fərqi 60 dərəcə və burada qeyd edir ki, 1 dərəcəlik qövsün uzunluğu 96,5 kilometrdir. Əgər 30 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 96,5 kilometrdirsə, 60 dərəcə x buradan tapırıq 5790 kilometr. Deməli, məntəqələr arasında həqiqi məsafə 5790 kilometr edər. Xəritədəki məsafə demək 15 sm-dir. Miqyas tapmaq istəyiriksə, düsturda rəqəmləri yerinə qoyub tapırıq. 386 kilometri tapmış oluruq. Yəni, həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. Və aldığımız demək miqyasımız 1-in 38.600.000-ə nisbəti miqyas tapmış oluruq. Miqyası bu cür olan xəritə. Sonra qeyd edir, burada doğru cavabımız Y variantında düzgün verilmişdir. Yəni, izahlı miqyasa 1 sm-də 386 kilometr edir və onu da 100.000-ə vururuq. Adlı miqyasa çeviririk. Məsələ 98-ə baxaq. Sxemə əsasən A və B məntəqələri arasında məsafənin miqyası 1 bölünsün 2.500.000 olan xəritədə neçə santimetr olduğunu hesablayın. Deməli, məntəqələrimiz A məntəqəsi, B məntəqəsi, meridian xətti üzrə, yəni 71 dərəcəlik meridianla 76 dərəcəlik meridian arasında dərəcə fərqini tapırıq. Dərəcə fərqi olur 5 dərəcə. 5 dərəcə və əgər 5 dərəcə 1 dərəcəlik fikir versək, qövsün uzunluğu meridian xətti üzrə da, yəni hərəkət ediriksə, yəni enlik üzrə hərəkət edirik. Meridianlar arasında dərəcə fərqi 74 kilometrdirsə, 1 dərəcəlik məsafə 74 kilometrdirsə 5 dərəcə x. Buradan tapırıq 370 kilometr. Çünki A məntəqəsi ilə B məntəqəsi arasında dərəcə fərqi 5 dərəcə edir. Və 5 dərəcəlik məsafə 370 kilometr edər. Bu olur bizim həqiqi məsafəmiz. Yəni, A və B məntəqəsi arasında həqiqi məsafə 370 kilometr edər. Xəritədəki məsafəni tapmaq istəyiriksə, həqiqi məsafəni xəritədəki miqyasa bölürük. Miqyasa böləndə 370-i bölürük 25-ə. Miqyasımız 25 kilometrdir. Yəni, məxrəcdəki rəqəmi 100.000-ə bölürük. Tapırıq 1 sm-də 25 kilometr. Və 370-i bölürük 25-ə. Buradan tapırıq xəritədəki məsafə olur 14,8 sm olar.